Hər birinizi yeni videomda salamlayıram dostlar. Bugün də sizlərə istər yatırım edərək, istərsə yatırımsız bir şəkildə pul qazanıb ödəniş ala biləcəyiniz yeni bir proyekti sizlərə nəzərinizə çatdırıram. Bu proyektdən dəfələrlə videosunu çəkmişəm, ödənişlərimizi almışıq. Hətta Telegram qrupumda da bu proyektdən aldığım ödənişləri sizlərlə paylaşmışam dostlar. Proyektin link şərhlər bölməsində olacaq, oradan daxil ola bilərsiniz. Videoya keçmədən əvvəl kanalımıza abunə olub bildirimlər açmağı və video like atmağı unutmayın. İndən hər birinizə çox təşəkkür edirəm. Bütün videolarımda olduğu kimi bu videomda da heç bir yatırım tövsiyəsi vermirəm. Sadəcə olaraq öz yatırım etdiyim proyekti sizlərə ətraflı bir şəkildə göstərirəm dostlar. Yəni qısacası video yatırım tövsiyəsi deyil. Əvvəlcə proyektdən qeydiyyat bölməsini sizlərə ətraflı bir şəkildə başa salım. Buradan qeydiyyat prosesinə gəldikdə e-mail daxili, yəni şərhlər bölməsində qoyduğum linkdən daxil olursunuz, registr bölməsində daxil olursunuz, e-mailinizi daxil edirsiniz, həmin e-mailə kod gələcək, həmin kodu daxil edirsiniz. Yəni e-mail yazdıqdan sonra bu saat işarəsinin üzərinə klikləməyiniz kifayət edir. Kliklədikdən sonra da geri sayım başlayacaq 120 saniyədən və siz həmin kodu bu bölməyə daxil edirsiniz. Öz şifrənizi daxil edirsiniz. Qeydiyyatdan keçən zaman yazdığınız şifrəni daxil edirsiniz və referal kod bölməsində də mənim zaten linkimdən kliklədikdən sonra avtomatik olaraq dolmuş olacaq bu bölmə. Mən qeydiyyatdan keçmişəm, hesabıma daxil oluram. Yəni qeydiyyat prosesi çox sadədir dostlar. Qeyd etdiyim kimi bütün videolarımda olduğu kimi bu videomda da heç bir yatırım tövsiyəsi vermirəm. Yatırım etmək istəyən dostlarımız öz riskləri daxilində öz araşdırmalarını edərək yatırım edə bilərlər. Buna görə də top up bölməsinin üzərinə klikləyib buradan istənilən məbləğ üzərinə minimum yatırım 10 dollardır. Tutaq ki, mən 100 dollar yatırım etmək istəyirəm. Top up bölməsinin üzərinə bir dəfə klikləyirəm və bu bölmədən gördüyünüz kimi həmin bu adresi kopyalayıb 320 USDT adresi üzərindən buraya 100 dollar bir ödəniş göndərirsiniz və həmin göndərdikdən sonra həmin göndərişin screenshot edib buraya yükləyirsiniz həmin çeki, göndərdiyiniz USDT çekini. İstənilən birja üzərindən yatırım edə bilərsiniz. Trust Wallet ola bilər, istənilən birja ola bilər, MEX, Binance, istənilən yəni KuCoin istənilən birjalar vasitəsilə yatırım etmək mümkündür. 5-10 dəqiqə ərzində də yüklədikdən sonra 5-10 dəqiqə ərzində sizin balansınız, ödənişiniz gəlmiş olacaq. Confirm bölməsinin üzərinə klikləyib ödənişi təsdiq edirsiniz və 5-10 dəqiqə ərzində sizin balansınıza ödənişiniz gəlmiş olacaq dostlar. İndi isə dostlar keçək buradan qazanc növünə. Hal-hazırda kalkulyator bölməsinin üzərinə bir dəfə kliklədikdə 8 beləcə addımdan ibarət Bitcoin üzərindən trade edə biləcəyimiz bir proyektdir dostlar. Buradan trade edərkən yuxarıda 500 daxil edirik və aşağı bölmədə rəqəmlərin dəyişdiyini biz görmüş oluruq. Gördüyünüz kimi dostlar birinci növbədə 0.492 yazılıb. Məsələn biz ilk beləcə tradeimizi bu məbləğdə edəcəyik 0.492 dollarla, yəni 50 sentlə edəcəyik. Daha sonra buradan əgər trade uğurlu alınsa keçəcəyik ikinci məbləğə 1.23 dollarla. Bu bir strategiyadır dostlar, özümün tapdığım bir strategiyadır. 1.23 dollarla etdiyimiz beləcə trade uğurlu alınsa keçəcəyik 3-ə, uğursuz alınsa isə yenidən 1-dən başlayacaq dostlar. Yəni birinci cəhd etdik, uğursuz alındı, yenidən 1-dən başlayırıq, uğurlu alınsa növbəti etapa keçmiş oluruq dostlar. Buradan Bitcoin 28 bölməsinin üzərinə bir dəfə kliklərik bu bölmədən və bizim trade bölməmiz açılmış olur dostlar. Buradan 1 dəqiqəliyi seçirik. 1 dəqiqəlikdə daha rahat olur. Bizim belə desək trade etməyimiz, yəni bizim üçün çox rahat olur. 1 dəqiqəliyi seçirik və şərhlər bölməsində qoyduğum Telegram qrupuna daxil olursunuz ki, hansı ki həmin 1 dəqiqəlik belə desək tradeləri özləri avtomatik olaraq siqnal qrupu vasitəsilə bizlərə verirlər dostlar və gördüyünüz kimi yeni bir trade göstərib Big bölməsini seçirik. Daxil oluruq bura və bu bölmədən 0.492 təyin edirəm. Az əvvəl göstərdiyi məbləği və Big bölməsinin üzərinə klikləyib Trade bölməsinin üzərinə klikləyərək Confirm bölməsinin üzərinə kliklədim dostlar və artıq bizim belə desək yatırımımız uğurlu alındı, balansımızdan da gördüyünüz kimi azaldı. Görək 28 saniyə sonra bizim tradeimizin uğurlu və yaxud da uğursuz olduğu bildiriləcək və bu Telegram qrupu üzərindən də
bunu görmüş olacağıq dostlar. Az əvvəlki trade uğursuz alınmışdı. Gördüyünüz kimi lose yazılıb, yəni uğursuz alınmışdı. Ancaq ondan əvvəlki tradeimiz isə win alınmışdı dostlar. Yəni bu bölmədən istifadə edərək həmin məbləğlərlə gördüyünüz kimi dostlar qazanc əldə etdik. Buradan My Order bölməsinin üzərinə klikləyərək baxa bilərik və yenidən gördüyünüz kimi win yazıldı. Small bölməsini göstərir. Bu dəfə small-a klikləyəcəyik. Bu dəfə 1.23 təyin edirəm və trade bölməsinin üzərinə klikləyirəm. Buradan small-u seçib trade bölməsinin üzərinə kliklədim. Və hal-hazırda successful yazıldı. Yəni uğurla tradeimizi başlatdıq dostlar. 15 saniyə ərzində görəcəyik biz belə qazanc əldə etdik ya qazanc əldə edə bilmədik, trade'i səhv etdik. Yəni bunları görmüş olacağıq. Səhv etsək yenidən birdən başlayacağıq. Gördüyünüz kimi dostlar bizim ödənişimiz yenidən artdı balansımız, yəni period uğurla alındı. 3-cü periodda 3.074 təyin edirəm və big bölməsinin üzərinə klikləyərək trade'imizi etmiş oluruq dostlar. Successful yazıldı. Yəni kanala baxdım və big bölməsini seçməyimi dedi və hal-hazırda da trade'imizi etdik dostlar. Az əvvəlki məbləğlərlə əlbəttə ki. Hal-hazırda bu uğursuz alınsa yenidən başdan başlayacağıq və həmin başladığımız gördüyünüz kimi hal-hazırda yenidən qazanc əldə etdik. Balansımızı yeniləyirik və 1025 belə desək dollar olduğunu görürük dostlar. Bizim əvvəl balansımız 1021 dollar idi. Hal-hazırda 4 dollarda buradan gəlir əldə etmiş olduq dostlar. Sadəcə trade vasitəsilə sadəcə qrupdakı belə desək siqnalları izləyərək dostlar. Gördüyünüz kimi zaten buradan da gəlirləri görmüş oluruq dostlar. Bu çox sadə bir prosedurdur. Əlbəttə ki itkilərimiz də olur. Bu itkilərdə həmin məbləğlərlə getsək zərərsiz dostlar. Stabil qazanc sistemi var. Bu belə desək qrup vasitəsilə günlük 5%, yəni balansınızın 5% qədər artırım edə bilirsiniz dostlar. Yəni qısacası bu proyektdən əsasən belə desək həmin qanuna uyğunluqlar vasitəsilə etdikdə uğurlu beləsi nəticə göstərmək mümkündür dostlar. Buradan beginner bölməsinin üzərinə kliklədikdə sizlərə veriləcək bir beləsi endirim kampaniyalarını görmüş olursunuz. Buradan zaten seçib özünüz daxil edə bilərsiniz. İstənilən tapşırıqları yerinə yetirdikdə balansınıza avtomatik olaraq belirli ödəniş gəlmiş olacaq dostlar. Buradan biz geri gəlirik və invite bölməsinin üzərinə klikləyərək sizlərə verilən linki kopyalayıb hər hansı bir şəxsə göndərsiniz. Həmin şəxsin sizə qeydiyyatdan keçib yatırım etdiyi təqdirdə müəyyən faizlərlə qazanc əldə etmiş olursunuz və həmin qazancda yatırımsız çıxarış edə bilərsiniz dostlar. Eyni zamanda withdraw bölməsinin üzərinə klikləyərək buradan çıxarışlarınızı da edə bilərsiniz. Məsələn daxil olursunuz. Hər hansısa Trez20 yazı adresinizi daxil edirsiniz və e-mail kodunu daxil edərək buradan çıxarış etməyi yəni uğurlu bir şəkildə gətirmiş oluruq dostlar. İstənilən birjaya ödənişlər ala bilərsiniz, istənilən cüzdanlara çıxarışlar edə bilərsiniz. Yəni bunlar çox sadə bir proseslər. Zaten çıxarışlarda Telegram qrupumda göstərim dostlar. Telegram qrupumuza qoşularaq da proyektlərdən aldığım ödənişləri görmüş olursunuz. Bir də dostlar yatırım zamanı TOK 10 dollarlıq yatırım edib bunu bir şəkil üzərində göstərim. Bu gördüyünüz kodu screen edərkən aydın şəkildə görünməlidir dostlar. Yəni buraya yüklədiyimizdə o proses aydın bir şəkildə görünməlidir ki, ödənişimiz heç bir mane olmadan təsdiqlənsin dostlar. Yəni videomuz bu qədər idi. Çıxarış etmək üçün də bu bölmə, bind bölməsinin üzərinə klikləyib öz Trez20 USDT adresinizi daxil edirsiniz və e-maildən yenidən bu saat işarəsinin bölməsinin üzərinə klikləyərək e-maillə göndərilən kod vasitəsilə beləcə çıxarış edə bilərsiniz. Məbləği daxil edirsiniz və adresiniz də zaten daxil edilmiş vəziyyətdə olacaq dostlar. Yəni çıxarışımızı da bu şəkildə, bu sadə bir şəkildə etmiş olursunuz. Hər hansısa bir sualınız olsa da müştəri xidmətləri vasitəsilə Telegram üzərindən birbaşa olaraq əlaqə saxlaya bilərsiniz dostlar. Bu proyektdən daha əvvəlki videolarımdan qazanan dostlarımız da olub və onlar da Telegram üzərindən, Telegram qrupunda həmin çıxarışlarda paylaşım ediblər dostlar. Bu Telegram
Siqnal qrupunda paylaşacağam şərhlər bölməsində və proyektin linki də şərhlər bölməsində olacaq. Oradan daxil ola bilərsiniz. Dostlar, videomuz bu qədər idi. Kanalımıza abunə olub bildirimlər açmağı və video like atmağı unutmayın. İndən hər birinizə çox-çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.